Bizim məhkəmələrin də belə savadsız, cümləni deyirəm, buradan qoy Ali Məhkəmənin sədri İnam Kərimov, orada deməli Əskərov və digərlər, o Ali Məhkəmənin rəhbərliyində təmsil olan şəxslər eşitsinlər. Nəyi demək istəyirəm mən? Mən başa düşmürəm Azərbaycan məhkəmələri niyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin günahını səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin üzərinə yükləyir. Mənə məhkəmə qərarı göndərdilər ki, Suraxanı rayon məhkəməsi deməli yerli komissarlığı cəzalandırıb və onu belə deyək də təzminat ödəməyə vadar edib. Mən başa düşmürəm komissarlıq nə vaxtdan təzminat ödəyən təşkilat olub. Zibili qaynadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hərbi həkim komissiyası rəy verir ki, bu adam xidmətə getməlidir. Komissarlıq nə etməlidir? Əvvəllər, bilirsiniz burada necədir? Nazirlər Kabineti yerində deyil. Nazirlər Kabineti qərar verib ki, bunun komissiyası var da, səfərbərlik və hərbi xidmətə üzrə dövlət xidmətinin komissiyası. Qardaş, o komissiya dövlətin adından qərarlar verir. Sən ona inanmırsan, orada ələyiri var, o var, bu başqa məsələdir. Necə ki, indi bax, xidmət ələyirlik eləyən adamı dərhal verir prokurorluğa və həbs eləyirlər. Necə ki, ötən həftə 8 nəfər adamı həbs elədilər və düz də elədilər. Ondan da əvvəl, aprelin əvvəlində 27 nəfər cəzalandırılmışdı, onlardan da 17 nəfər rəhbər şəxslərdir. Bu öz yerində. Yəni bilirsiniz, indi mən bir neçə məsələyə toxunacağım. İndi o məsələyə də gəlirəm mən. Deməli, çıxır bu Tural Qurbanov adlı bunların, mən dəhşətə gəlirəm. Ölkə pulu gör necə dağıdılır. Deməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti var. Son vaxtlar ümumiyyətlə görünmür. Mənim dostluğumda da var. Fazil Talıbov adlı bir cənabdır, belə deyildi, cənabdır. İndi məmurdur da. Jurnalist həmkarlarımızdan. Həmkarlarımızdan biridir. Deməli, nə qədər agentlik yaradıblarsa, hamısında mətbuat və ictimaiyyətlə əlaqə, nə bilim, informasiya, kommunikasiya şöbələrinə də xeyli adam yığıblar. Ay maşallah, iri gözləri, o məşhur manada. Deməli, özü güya çox məşğuldur, rəis məşğuldur, Zülümov məşğuldur, bunlar hamısı məşğuldular. Allah sizi güldürsün. Və nə deyim mən? Dövlətin pulunu belə dağıdırlar. Deməli, bunlar Tural Qurbanov çıxır, açıqlama verir ki, siz bizi günahlandıra bilməzsiniz, belə qərar var, o qərarı da biz yerinə yetiririk. Ay yaxşı, ay məmurcik və yaxud da ki, kimlər? Siz görmürsünüz, bu adam xidmətə gedir. Bu adam kurorta getmir, Naftalana, Truskavetsa və yaxud da ki, harası gedir. Bu xidmətə gedir. Bu xidmət müddətində xidmət eləyəcək, ya canı ilə əlləşəcək. Deməli, indi mən bura gələndə, sizinlə, deməli, avtobusda mənə bir bacımız zəng elədi və dedi ki, mən əskər anasıyam. Mənim övladımı da xəstə alladıblar, aparıblar xidmətə. Xəstəlik sənədləri olduğu halda, deməli 2 ildən sonra bunun 30 yaşı tamam olacaq. Ya da dedi 2 aydan sonra. Heç mən belə deyim də vaxt çatdırmadım onu dinləyim. Mən də evə gələndən sonra mən ona, yəni onunla əlaqə saxlayacağım. Nə demək istəyirəm? Deməli, bizim hörmətli baş bilənlərimiz və yaxud da ki, Nazirlər Kabineti qərar qəbul eləyir ki, tutaq Üzeyir Cəfərovun ödü çıxarılıb, bu deməli xidmətə orqandır da, ödə orqandır, bədən orqanının biri yoxdursa, o artıq xidmətə yararsız sayılır. Tam yararsız sayılır, yoxsa? Yox, indi orada şərtlər var da. Məhdudu yarar. Bizdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin o qaqolyaları, mən onları belə deyirəm də, pulları belə deyək, necə deyərlər ona? Ekonomiya eləmək üçün, qənaət eləmək üçün 50 dənə yola baş verirlər. Ya İsveç modelini tətbiq elədilər, əlilliyin təliyinindən, bir də qaldı. Vallahi bizə çatanda qənaət olur, özlərinə çatanda qənaət olur. İndi deyəcəm, o elə şöbələrdə elə belə asmayıblar, agentliklərdə belə asmayıblar. Maşallah, orada ceyran balaları yığılıblar, xeyli də orada ictimai şuranın üzvləri var. Hansı ki, buradan bu ictimai şuranın üzvlərinə deyirəm, sizin hər birinizi, o bizim bir siyasətçimiz var, rüsva eləyəcəm mən. Bildilər dostlar, mən kimi deyirəm. Yəni, demək istəyirəm ki, o ictimai şuralar da öz işlərinə məşğul olmurlar. Orada ancaq bəy tərifi ilə məşğuldur. Bu nazirliklər troll dəstəsi saxlayırlar. Troll dəstəsi. Bu verilişin altında baxarsınız o trollar nələr yazır. Yazacaqlar. Bilirsiniz necədir? Onlara tapşırır.
Bunlar hamısı Sahil Babayevdən gələn xəstəliklərdir. Anar Əliyevdən, Anar Kərimlidən, indi Sahil Babayev birdən-birə sosial sahədən onları bir gecənin içində elədi maliyyəçi. Himalay Məmişov, nə bilim kimlər. İndi də Anar Əliyev həmin yolu gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri. Hələlik mən onları belə deyirəm. Çünki bilirsiniz, mən əsəbimdən özümə yer tapa bilmirəm ki, bir dövlət qurumu başqa bir dövlət qurumuna badalaq gəlir. Yəni problem yaradır Səidə xanım. Niyə? Sən xidmət eləməmisən, sən fərarili eləmisən və Bakı qeydiyyatında ola Bakıda xidmət eləmisən, qanunla bu qadağandır. Bəli. Sən niyə orduya xəstə uşağı, barmağı o şəkildə də gördünüz? Sən onu niyə göndərirsən hərbi xidmətə? Və yaxud da ki, mənim böyrəyimdə problem varsa, məni niyə xidmətə göndərməlisən? Sənə kim bu səlahiyyəti verir? Bax, buradan o Bəhruz Əhmədova müraciət edirəm. Hörmətli cavan gənc generalımız, hərbi prokuror, baş prokurorun mavini, hörmətli prokurorumuz, baş prokurorumuz Kəmran Əliyevə müraciət edirəm. Niyə bunları tutub yerində otuzdurmursunuz ki? Siz niyə xəstə uşağı göndərmə bu deməkdir ki... Qanunsuz şəkildə göndərirlər. Qanunsuzluq öz yerində, Səidə xanım. Bu ölkənin müdafiə və təhlükəsizliyini zəiflətməkdir. Erməninin, Azərbaycanı istəməyənlərin eləmək istədiklərini bizim özümüzkilər eləyirlər. Niyə? Mən yenə də deyirəm, Azərbaycanda oğlan yoxdur bəyəm, Azərbaycanda kişi yoxdur bəyəm, xidmət eləməyəsən, xəstəni göndərirsən. Bu 1 olar, 2 olar, 3 olar. Ondan əlavə, hamı cumhur komissarlığın üstünə yapışıbla olanın yaxasında. Komissarlıqda işləyənlərin maaşını mən maraqlanmışam. 300-400 manat maaş verirsin. Əlbəttə ki, 300-400 manat, 500 manat olsun. Alan adam istər-istəməz gözü başqa yerdə olacaq da, rüşvətdə və ya da hansısa bir əyri yollarda. Niyə dövlət qurumunun əməkdaşı layiqli məvacib almamalıdır? Ay hörmətli Nazirlər Kabineti, ay hörmətli millət vəkilləri, ay hörmətli əlində qayçı, evdə də yatanda qayçı ilə yatır, o Maliyyə Nazirliyinin rəhbərliyi. Yəni necə büdcəni kəsib doğrayım da. İndi təzə kişilər yaxşı şey fikirləşiblər. Baş nazir 17.160 manat, o qara fəhlə 400 manat. Fərqi görürsün. Evin 17-ci mərtəbəsi, bir də ki zirzəmisi. Zirzəmidə nə danışılır? 17-ci mərtəbə bilmir. 17-ci mərtəbə nə orada çal oynasın, əjdər amma oynayır. Zirzəm. Belə dövlət olar, belə yanaşma olar. Bu uşaqlarla da bağlı. Mən yenə dedim, bax buradan mən səslənirəm, yenə dedim. Mən bu məsələdən əl çəkən deyiləm. Nə qədər nəfəsim gedir, gəlir Səidə xanım. Bunlar söhbət Üzeyrin problemi deyil. Söhbət Azərbaycan dövlətinin, Azərbaycan ordusunun gələcəyindən söhbət gedir. Niyə Müdafiə Nazirliyi əziyyət çəkməlidir? Niyə Sərhəd Xidməti əziyyət çəkməlidir? Niyə daxili qoşunlar və yaxud da ki fövqəladə... Onu qərəzi verirlər də burada qərarları da, artıq o tibbi ekspertiza. İndi mən sizə bir şey deyim. Mənim bu günləri əlimdə səlahiyyatı olar, Dövlət Təhlükəsizlik Xidməti və bu günləri qruppanı göndərərəm həmin o Zərifə Əliyev adına Göz Xəstəlikləri İnstitutunun yanında, həmin o komissiyanda oturan həkimlərin hamısını doldurub avtobusa gətirib otuzduracağım, cavab ver, niyə buna bu rəyi vermisən? Mənə deməli, siz... Təbii ki, əslində bu ilə bağlı bir cinayət işi başlanılmalıdır da. Səidə xanım, məsələ burasındadır ki, bizim Media İnkişaf Agentliyi çox gözəl danışır, çox gözəl tədbirlər keçirir. Mən sevinirəm. Mən də istəyirəm ki, media inkişaf eləsin. Təbii. Amma mediada səslənən, elə sizin kanalınızda problemlər dərhal müvafiq qurumlar cinayət işi açmalıdırlar fakt üzrə. Və Üzeyir Cəfərov gəlib indi Səidə xanımın qonağıdır. Mən minlərlə, 10 minlərlə, 100 minlərlə insanın qarşısında bu fikirləri səsləndirirəm. Fakt üzrə cinayət işini qaldırırsan, Üzeyir Cəfərovu çağırırsan, deyirsən ki, sübutlarımı, faktlarımı denən. Bəli. Hüquqi dövlət belə olurdu. Elə deyil, Səidə xanım. Bizdə bilirsiniz necədir? Sözü dedi, qaçdı. Elə olmamalıdır. Yadınıza gəlir, Masalının deməli Qızılağac kəndindən yanvarın 26-sında hərbi xidmətə çağırılan deməli Coşqun Zülfüqaroğlu Sadıqov. 26-sında çağırıldılar, 10 gündən sonra başına iş gəldi. İndi o başqa, amma bu adam vərəm daşıyıcısı olmuşdu. Vərəm daşıyıcısını sən əgər xidmətə çağırırsansa, bu daşıyıcı deyirsən. Bu infeksiyanı daşıyan adam yoluxdurur da. Minlərlə adamı. O birisi nəyə bənzəyir? O bəzən biz oxuyuruq ki, hardasa kütləvi zəhərlənmə olur da, yəni toyda, nə bilim, nişanda. Orada bir nəfərin səhvi qida
Aləm Bəli. qarışır bir-birinə. Tam haklısınız. Elədir də Sədiqan. Bu günləri mən onu biraz kobud formada deyirəm. Sən xəstə uşağı sıraya qoyursansa, sən deməli ordunun döyüş qabiliyyətinə zərbə vurursan. Zərbənin boynuzu olmur ki. Sən kimsən? Orada səni kimsə otuzdurub, tanışdığını mən tanıyıram. Orada adam var, adını da deyiblər mənə. Aha. Faktı ilə deyiblər. İlişib, onu belə möhkəmcə belə deyə cərimə ödətdiriblər. Deyiblər otur orada davam elə.